Salam əziz izleyicilerim. Bugün mən cheesecake hazırlayacağım. Videolarımın davamı üçün beğen düğmesine basıp kanalıma abone olmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Bizə lazım olan ərzaqlar 270 gram un, 50 gram peso, 1 kabartma tozu, 1 paçka vanil, 100 gram eridilmiş kərə yağı, 1 yumurta, 2-3 qaşıq su. Çox bərk olmayacaq halda xəmir yoğururuq. Yoğurduğumuz xəmiri 15-20 dəqiqə xaldənlikdə gözlədirik. Gözlətdiyimiz vaxtda isə biz içini hazırlayaq. İşlik üçün bizə lazım olan ərzaqlar 500 gram kesmik, 100 gram şəkər pudrası, pesok da ola bilər, 3 yumurta, 2-3 qaşıq labnə pendiri, 1 paçka da vanil. Əlavə eləyib yaxşıca qarışdırırıq. Mən blenderla qarışdırdım ki, içində topa qalmasın. Sonra isə xəmiri götürüb yaymağa başladım. Yaydıqdan sonra qabaqcadan hazırladığım qaba əlavə eləyib qıraqlarını düzəltdim. Qıraqlarını düzəldib vilqaladım ki, hava sıçrasın, pişəndə qabarmasın. Sonra isə hazırladığım içliyi əlavə eləyib 170 dərəcədə, 170-180 dərəcədə bir 10-15 dəqiqə pişirdim. 10-15 dəqiqə pişirdikdən sonra məndə xaldənlikdə çiyələk var idi. Çiyələkləri xırda doğrayıb, üstünə şəkər pudrasını, biraz da qaqrozna kraxmalı əlavə eləyib üstünə attım. Üstünə qoyduqdan sonra tezdən duxovkaya atıb